Hücumçusu Reynaldonu milliləşdirmək üçün FIFA-ya müraciət etməyə hazırlaşması barədə xəbər vermişdi. Buna qarşı olmadığını bir neçə dəfə vurğulasa da, Reynaldo ilə görüşüb hələ də qaranlıq qalan məqamlara aydınlıq gətirdi. Komandamızın hücumu gol! 1-0 Qarabağ öndə Reynaldo! Mən Azərbaycanı sevirəm. Hal-hazırda demək olar bütün Azərbaycan da Reynaldonu sevir desək, yəqin ki mübaliğəyə yol vermiş olmarıq. Son 2 ildə bu Braziliyalı ölkədə minlərlə insanın sevincə qərq olmasının əsas səbəbkarlarından biridir. Reynaldo kimi, Richard kimi futbolçular milliyə faydalı verə bilər. Sanki hiss olunur ki, görünür ki, çox səviyyəli futbolçulardır. Millimizin önəmli üzvlərindən biri olan Ruslan Abuşovun bu fikri 2 ilə yaxındır ki, hər yerdə səslənir. İstər milli üzvləri, istər futbol ictimaiyyəti, istərsə də azarkeşlər çox yaxşı başa düşürlər ki, Cihan Özkara, Kiyan Sultanpur, Dimitri Nazarov və Almaniyanın aşağı dəstələrində oynayan onlarla oyuncudansa Reynaldonun milliləşdirilməsi daha məntiqlidir. Elə Braziliyalı futbolçu da buna qarşı olmadığını dəfələrlə vurğulayıb. AFFA-nın baş katibi Elxan Məmmədovun dilindən onunla bağlı FIFA-ya müraciət haqqında fikrin səsləndirilməsi artıq işin ciddiliyindən xəbər verir. Əvvəlcə milli komandada oynamağım üçün məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Ancaq mən də bu barədə yalnız mətbuatdan duymuşam. Mənimlə rəsmi şəkildə kimsə ünsiyyət qurmayıb. Amma hər halda belə söhbətdən xoşbəxtəm. AFFA-nın baş katibi Elxan Məmmədov bu qərar veriləcəyi halda bir durumdan narahatçılığını da ifadə etmişdi. Reynaldo gələcəkdə daha güclü çempionatlarda oynaya bilər və milli komandamıza gəlməkdən imtina edər. Qarabağ, Azərbaycan mənim üçün ikinci vətən kimidir. Qarabağla 4 illik müqaviləm var. Gələcəkdə digər bir komandaya keçsəm belə, Azərbaycan millisində oynamağa böyük məmnuniyyətlə davam edəcəm. Hücumçu futbol dilindən başqa ünsiyyət üçün də böyük zəhmət çəkəcəyini, millinin uğuru üçün hər mənada çalışacağını deyir. Azərbaycan dilində isə artıq 3 sözü rahatlıqla ifadə edir. Mən Azərbaycanı sevirəm.